Bildiğiniz kimi bu illəri yay fəslinin əvvəl günlərində, tir ayının əvvəl günlərində Ərdəbilə bir iqtisadi siyasi heyət Ermənistandan gəldi və Ərdəbildə qeyrətli bacılar, qardaşlar bu məsələnin qabağında durdular və ona görə çox mədəni səviyyədə bir davranışları oldu və bunların əlindən gələn bu oldu ki, artıq mücəviz almayandan sonra Ərdəbildə Çeşməbaşı məscidinə yığışıb orada təhsil eləsinlər. Ancaq təəssüflər olsun ki, əmniyyəti nirular bu təhsili bir-birinə vurdular və gecə təqribən saat 10:30-11-də bu neçə nəfəri darmadağın saldılar. O cəmdən burada bizim nümayəndəmiz vardı, onlar təmsilçiləri buradadılar və orada deməli onların başqanı və demək Azərbaycana daha artıq qulluqçuluq eləyən onların o cəmin içində bizim bir sevgili qardaşımız buradadır, onun sağırı səhnəyə gələ danışaq. Bu qardaşımız o günkü davada, o günkü döyüşdə, savaşmada qabırğası məsciddəsində. Abbas lisanını mən deyirəm. Abbas lisanı indi buradadır və siz yaxından onun səslərini eşidəcəksiniz. Bir dəfə buyurun yaşasın. Yüce Tanrı'nın adıyla. Muğan yaylağı, yol dayağı, Ərdəbil baxarı, dağlar xaqanı, Yüce Savalandan sizə salam getirmişəm. Azərbaycanın ikit, oğul və qızları bu ağır şəraitdə təşvik etirirsiniz. Bu böyük hərəm və böyük sərdarımız Səttarxanın il dönümün ağırlayıb və dəyərləndirəsiz. Elə o sərdar ki, nə təkcə Azərbaycan, nə təkcə İran və Şərq millətinə öz zamanında şərəf verdi. İstibdad və zülmün qabağına dayanmağı dərs verdi. Ancaq görürsünüz, bu görüntüsü mühəqqəranə qəbr, başına yığılanlar şədidən və ağır vəziyyətdə təzyiq altında. Başqa bir söz narazı demək lazımdır. Səttarxan və silahdaşları o zaman böyük bir düşüncə ilə, açıq bir köks ilə nə təkcə öz milləti, bəlkə bütün millətləri, İranda yaşayan millətləri nəzərə alıb və istibdad əleyhinə böyük döyüş apardı. Elə bir döyüş ki, dünyada heç bir tarixçi və heç bir yazıcısı ona əhsən demədən keçə bilməyibdi. Və uzaq sürmədi, diri sağı, yaşayaraq Hətəbəş barışında ödülləndi. Caizəsini aldı, dizindən qurşun, güllə. Və nəhayətdə həmin yarı ilə şəhadət yetişdi. Bu görüntüdə şəhadətindən sonra ona verilən ödüldür. Ayaqlar altında, gəlib gedən ayaqlayıq. Səttarxan ayaqlanmayıq. Azərbaycan milləti ayaqlanıyıq. Azərbaycana qürurlu ayaqlanıyıq. Belə alarlar qururlu bir millətdən. Bu bizim tariximizin bir səfəsidir. Səttarxan bizim tariximizin iftikarlı bir səfəsidir, bir vərəqidir. Ancaq bu ibrət səfəsidir. İbrət almalı bir tarixin bir quşəsidir. Bəli, necə görürsünüz? Bəli, bu ibrət almalı bir tarixdir. Necə ki, ondan sonra gələn və yaranan hərəkətlər Azərbaycanda ibrət aldığından və don dəyişdirərək müxtəlif səviyyələrdə ortaya çıxdı. Rəhmətli Şeyh Məhəmməd Xiyabanın hərəkətində, rəhmətli şəhid Seyid Cəfər Pişəvəri hərəkətində və don dəyişdirərək bugün gəlib çatıb bizim əlimizə. Ancaq nə silahına, nə qurşunlar danışaq, nə mərmilər danışaq, qələmlər danışdı, dillər danışdı, söz meydanı oldu, bəhsə girildi, yazıldı və
özünə özgü, özünə məxsus və zamanına məxsus bir hərəkət başlandı. Bu əsrdə, bu dönəmdə. Təbii hər hərəkətin öz zamanına və öz məkanına görə müxtəlif təşkilləri olar. Azərbaycan Milli Hərəkətinin ən böyük təşkillərindən biri strateji uğrunda getmək, strateji uğruna satmaq vəsiləsi olaraq bir təşkiş Babək qalasını seçdi. Babək qalasının bir mədəni hərəkət, bir danışıqlı hərəkət, bir fərhəngi hərəkət, nümayişlər çıxıldı, gedildi, danışıqlar gedildi. Çox yumuşaq və mədəni səviyyədə. Neçə illərdir bu çox yumuşaq səviyyədə gedirdi. Ancaq 2 ilə yaxındır, əlbəttə təzyiqlər ondan da qabaq var idi. 2 ilə yaxındır ki, cəbri polisləşdirdilər. 82-də nəhayət güclərin vurdular. 83-də mütəəssifanə bir iddə inadçı yoldaşlarımızın vəsiləsindən hərəkəti şaqqalaya bildilər və bundan nəticə aldılar, hərəkəti zəiflətdilər. Gəldilər orada demək olar, zahiri bir müvəffəqiyyət əldə etdilər və bundan sərməstdilər. Ancaq bu keçəridir. Çox keçəridir. O mədəni hərəkəti təmin edilmədilər. Gəldilər sərkub elədilər. Bu sərkub nə təhcə Azərbaycan iki doğulu qızların oturmayıbdı, bəlkə öz yolunda və müqavimət yolunda gücləndiribdir. Çoxlar tutuldu, çoxları zindana getdi, ağır vəsiqələr verildi. Ancaq burada bizi düşündürür. Bu şərait və bu vəziyyət elə bərxor bizi düşündürür. Əgər qərardirsə bu həzinələr verilər, əgər qərardirsə qorsuna, qışsına, qabrıqasına, baş yarıla, zindan görülər, dağlar nəyə gərəkdir? Dağlar nəyində gərəkdir? Biz döyüləcəksə, mütməyin olsunlar, əlaş mövzu. Əslən sünətəl sarı getməyəcək. Radikal davranışımız olmayacaq. Əgər döyüləcəksə, xiyabanları döyüləcək. El-Gölünün nə iradı var? Ərdəbil Şıx Səfisinin qabağının nə iradı var? Ya Urmiyanın meydanlarının biri, ya Zəncanın meydanlarının biri. Heç məsələ deyil. Əgər qərarsa bu həzinlər verilər, mədəni davranışları şahid dostlarımızla dərs verirlər. Şahid dostlarımız bizə bir yol gözləyirlər ki, mədəni hərəkətlər Mədinələrdə olar, yəni şəhərlərdə. Olsun, şəhərlərə çəkilir. Biz bunu Ərdəbildə demək olar, iki oğulların vəsiləsindən bu işi təqribən görmüş olduq. Məsciddə olduq, ancaq məsciddə rəhm eləmədilər. Məsciddə də qan tökdülər, məsciddə də vurdular. Məsciddə də ağır yalanlar getdi, ağır fəhhaşilər oldu. Heç intizarımız olmayan vəziyyət. Yəni onu eşitsinlər, bilsinlər. Məscidin içi ilə çölündə 20 saat fəqət gidirdi. Bizi çəkməsinlər şəhərin içində. Və mütməli olsun şəhərimizdə təksə. Bizə təyir oxuyan məsələsindən dövlətcük, mırlacıq, əzrəcük, tam məzuniyyətimizi nə təhdət bilmiyor. Bizim müddətimizdə nəsə həyatımızı çəkəcəyik. Və bir elədirsinlər. Bəli, bu da keçəlidir. Bu da nəticə almayacaq. Və bu nə ərz edir? Bizi zəy vurur və
və bəzi hərəkətlərlə işdən çıxmaqla, aclıqla, yoxsulluqla qorxutmasınlar. Çünki yoxsulluqla böyümüş və yoxsulluğa adətləmiş bir millət bilər necə yaşayar. Yonca ilə istibdad arasında yoncanı seçən bir millət eləyə bilər ki, o işlər görə. Mütməyin oluruz. Və bizi zindandan, dustaqlardan qorxutmasınlar. Çünki dünyanın siyasi ilanlarının rekordu Azərbaycan millətinin əlindədir. Azərbaycanın əlindədir. Və müasir zamanda da, müasir çağda da igidlərimiz gediblər və igid seçilib. Aslan seçisindən seçiliblər və bunu gələcək görsədə ki, olacaq. Və üçüncüsü bu. Bizi ölümdən də qorxutmasınlar. Çünki ölümdən qorxsaydı bugün yaşamazdı. Ölümdən qorxsaydı Azərbaycanın bugün yaşamazdı. Müxtəlif düşmənlər və çeşitli düşmənlər qabağında. Mən daha artıq başlayacağım. Mütməinlə burada olan bazı qardaşlar hər dəfəki dünya mübarizələrinin, dünya mübarizəsinin və öz tariximizdə dünya tarixinin mübarizələrini geçən cümlədir. Və bilir. Tamam şartlar, tamam təzyiqlər, hər tərəfini keçmək. Yol olsun. Buyurun aç. Başlar bir uca salavatla müqayrəni genel. Zəhmət olmasa 2-3 addım dalıyor oturun. Dala kaçır, dala boyu kaçır. Yaz dairəni lütfen böyüdür. Özün dair. Zəhmət olmasa 2 addım dalıyor. Gəlin dallı. Yaz dallı, lütfen dallı. Azərbaycan şəhidlərinin ruhu şad olsun deyək, uca salavat. Azərbaycan adına siyasi zindanilər, o cümlədən Kamal Nəvidi və Əmirəli Əbbasiyanın azad olmasına uca salavat. Biraz dairəni yekəlim. Biraz dairəni yekəlim. Biraz endirmez. Böyle o halde. Yoldaşlar, bacılar, qardaşlar. Qardaşımız Abbas Nisaninin sözlərini dinləyirik. Ondan sonra bərnaməni sağlam durumda qabağa aparacağız. Yeni gələn qonaqlara da xoş gəlin ərz eləyəm və bir söz kəsildi arada. Mən hər halda deməliləri o yerə incən ki, eləyə bildim, yadıma düşdü, getirdim qulluğuza. Hərəkət günü-gündən çəkilənir. Heç gələn olmayaq. Müxtəlif təzyiqlər, müxtəlif baskılar hər zaman dünya mübarizələrində olub və olacaqdır. Gedin tarixi oxuyun. Gedin dünyada tamam mübarizələri, xüsusən milli hərəkətlərdə. Ən yumuşaq və ən mədəni hərəkət bizimkidir. Və heç bəhanə verməyəcək düşmənlər olur. Və bizi istəməyənlərin əlinə, Fars siyonistinin əlinə biz heç bəhanə verməməliyik və verməyəcəyik. Necə ki, bayaq da ərz elədim, sözümü keçmişində ərz elədim. Əgər qərardıysa, 50 milyon vəsiqə kəsilə bir dənə yoldan məqsədə gedən ağıya, filan qədər vəsiqələr kəsilə, fişarlar bu həddə ola, döyülə, vırıla, məscidə girilə, məsciddə qolsuna, qabırğasınla və ağır fəhhaşilər ola ki, hələ eşitməmişik biz. Eşidilməyib məsciddə belə bir hərəkətlər olmuş ola, heç yerdə. Biz onda şəhərləri seçərik. Biz əgər dövlət yoxsa, vırılacı yoxsa, əzləci yoxsa, millətimizin gözünün qabağında vırılır dövlət yoxsa. Tam məzlumiyyətimizi dünya bilsin və millətimiz, hamısından mühüm millətimiz. Və burada bir şey yenə yadıma düşdü. Mən öğrenci bacı qardaşlarımdan bu günə incən hər təhtəşin çalışdıqlarına
və çəkdiyi zəhmətlərindən alqışlayıb və təşəkkür edirəm. Ancaq burada qutarmayıq. Vəzifəmiz, hər tərtəcimizin vəzifəmizi burada qutarmayıq. Öğrenci bacı qardaşlarımızın o zaman vəzifəsi, görevləri bütövləşəcək ki, bu fikri, bu hərəkəti, bu istəyi millət səviyyəsinə yaya bilər. Yəni biz kütləviləşək, biz pəyamımızı kütləyə yetirə bilək. Yəni bir hərəkət kütləviləşməsə, tudeyləşməsə, mütməyin oluz aksayacaq. Əlbəttə xoşbəxtanə və çox sevindirici, hər yerdə görünə və gözə dəyir ki, hərəkət milliləşək, kütləviləşək, ancaq biz bundan şədidən və tamam qüvvətimizlə və tavanımızla çalışmalıyıq. Mən hər tərəfdə can sağlığı arz edirəm. Azərbaycan millətinə baş ucalıq və gələcəkdə Azərbaycan milli hərəkətinə və hərəkətçilərinə uğurlar arz edirəm. Sağ olun. Yaşasın! Yaşasın!